Hoş gördük kanalımın əziz izləyiciləri. Gördüğünüz kimi Xankəndi şəhəri 2025-ci il mart ayıdır. Bu gördüğünüz Xankəndinin yüksəkliyidir. Bu yüksəklikdə Xankəndi demək olar ki, bax burada belə bir möhtəşəm bir yer ucaldıblar. Burada Xankəndində ermənilər o vaxtı və bura Xankəndinin ən uca zirvələrindən biridir. Burada demək olar ki, elə bir uca zirvədir ki, burada Xankəndi şəhəri demək olar ki, bütün nöqtələri görsənir. Baxın gözəlliyə. Burada Xankəndi şəhəri çox gözəl dağlıq ərazidə yerləşir. Gördüyünüz kimi möhtəşəm bir şəhərdir. Mən sadəcə gördüm, gözlərimə inanmadım. Bu qədər gözəl dağ ətəyində yerləşən bir şəhər. Bax, bu gördüyünüz məkan Xankəndinin ən uca nöqtəsidir. Buradan bax demək gördüyünüz ərazilər bütün Xankəndi ərazisini əhatə edir. Çox gözəl və möhtəşəm bir görüntüdür, möhtəşəm bir ərazidir. Mən də istədim ki, sizlər üçün bunu göstərim. Möhtəşəm bir görünüşdür. Bir dənə baxın zəhmət olmasa. Bax, bu gördüyünüz dağın ətəyindən düz aşağı bütün gördüyünüz ərazilər Xankəndinin bütöv şəkildə olan bir ərazisidir. Yəni sadəcə möhtəşəmdir. Bu əraziləri sadəcə gelib görmək lazımdır. Şükür bu günə ki 2025-ci il mən də öz növbəmdə Xankəndinə ayaq qoya bildim. Şükür bu günümüzə vətənin gözəl oğlanların sayəsində bunu əldə etdik.